Bəli, deyirlər həyatda təsadüf bir şey yoxdur, bu bir zəruriyyətdir. Mən təsadüf bildim bu günlərin bura gəlməm, hansı ki, daxili bir ehtiyac duyurdum son zamanlar bu ana. Allah nəsib elədi, ona görə deyirlər, hər kəsin Allah öz ürəyinə görə versin. Bəli, buna çox böyük ehtiyacım var idi. Baxın, əzizlərim, sizlər üçün gözəlliyin sirri, daha zəngin maskalardan, daha güvənli, təsdiqli maskalar belə burada yazılıbdır. Reseptlər yazılıbdır, həm formada olacağın, həm mənəviyyətimizi qidalandıracağın, həm də bugün çox xoşbəxtəm ki, mən nəvələrimə ilk kitabı mən alacağım. Necə ki, analarının və övladlarımın müəllimi olmuşam, nəvələrimin də ilk müəllimi mən olacağım. Çünki onların hələ 3 yaşı var, həyata təzə dil açırlar və bugün mənə nəsib oldu ki, belə gözəl, zəngin bir xəzinəyə rast gəldim və bu zəngin xəzinədə biz xoşbəxtliyimizi tapmaq üçün hər bir kitabı tapa bilərik və bu kitab bizim həyatımızın, gələcəyimizin, yaşam tərzimizin ən gözəl xoşbəxtlik düsturu ola bilər.